Salam əziz yoldaşlar, hər birinizi xoş gördük. Sizinlə biz 20 apreldə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu siniflərin buraxılış Azərbaycan dili suallarının izahına baxacağıq. İzahdan öncə sizdən kiçik bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. 27-də baxırıq. Sözlərin fonetik xüsusiyyətləri nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözlər sırasını müəyyən edin. Yazışı və deyilişi fərqlənmir. Deməli, kimyəvi fərqlənmir, sırağa gün fərqlənmir, xəttat fərqlənir deyə A çıxır. Lisenziya deməli təbrik fərqlənmir, vərəq fərqlənir deyə E də çıxır. İndi ikinci xanalara baxaq. Sətirdən sətrə keçirmək olmur. Abad, alim. Deməli, bir saitdən ibarət heca varsa sətirdən sətrə keçirmək olmur. Məşhurda mətbə, dua, alim. Deməli, B, C, D uyğun gəlir. Üçüncüyə baxaq. Yazışı və deyilişi fərqlənmir. Fərqlənir. Tüfəng, incik, boyaq otu. Ötkəm. Mətbəə. Mətbəədə də ə saiti bir hecada olur. Sətirdən sətrə keçmək. Deməli, bunu amma olur. B variantda çıxır. Cavab olur C variantı. Lisenziya fərqlənmir. Dua sözündə du, a kimi hecalara bölündüyü üçün sətirdən sətrə keçirmək olmur. Ötkəm cüzündə isə k, g-yə keçir. Ötkəm. Və üçüncü şərti də ödəyir. Cavabımız oldu C variantı. 28-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. 3 böyük bina. Böyük bina ismi birləşmədir. Deməli, A getdi 1-ə. Yenə göy üzünü duman bürüyüb. Göy üzü ikinci növ təyini söz birləşməsidir. Deməli, B də getdi 1-ə. Sən şəkili həvəslə çəkdin. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. C çıxdı. Sahilə çıxmaq üçün qayığa mindi. Sahilə çıxmaq məstər tərkibidir. Feili birləşmədir. D də getdi 2-yə. Cavad hiləgərcəsinə gülürdü. Burada söz birləşməsi yoxdur. Deməli, 1-ə A, B, 2-yə D olan A variantıdır. 29-cu suala baxırıq. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? İrəlidə, sahildə bir dəstə atlı göründü. Göründü. Harada? İrəlidə, sahildə. Burada əlavə sahildə sözüdür və söz birləşməsi deyil, sözdür. A variantı çıxır. Şair bu obrazı əsərin baş qəhrəmanını sevə-sevə yaratmışdı. Yaratmışdı. Kimi? Obrazı əsərin baş qəhrəmanını. Burada əsərin baş qəhrəmanı əlavədir və üçüncü növ təyini söz birləşmişdir. Cavab olur B variantı. Topladığı məhsulu, kartofu və soğanı tezliklə satmağa aparacaq. Aparacaqdır. Nəyi? Topladığı məhsulu, kartofu və soğanı. Burada əlavə kartofu və soğanıdır. O da sözlə ifadə olunub. Bura Qəbələyə tez-tez gəlir. Gəlir. Haraya? Bura Qəbələyə. Burada Qəbələyə sözü əlavədir və sözlə ifadə olunub. Əsməri rəfiqəsini çoxdan görmür. Görmür kimi? Əsməri rəfiqəsini. Burada rəfiqəsi əlavədir və sözlə ifadə olunub. Cavab oldu B variantı. 30-da cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Mən səni məsuliyyətli bir şagird. Baxın, burada məsuliyyətli şagird birinci növ təyini söz birləşməsidir və onun arasında işlənən bir sözü ədatdır. Ədat. İlk maaşından anası üçün bir dəstə qızılgül aldı. Burada bir isə saydı. Deməli, onlara uyğun xüsusiyyət yazmaq olur. Əşyanın miqdarını bildirir. Bu 2-yə aiddir, saya aiddir. Deməli, A yazdıq 2-yə. Cümlədəki cümlələrdən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bu ədatın xüsusiyyətidir. Deməli, B-ni yazırıq 1-ə. Leksik mənası var, bu saya aiddir. Ədatın leksik mənası yoxdur. C-ni yazdıq. Deməli, C-ni yazdıq 2-yə. Yalnız qrammatik mənası var, bu da ədata. Yox, C-ni yazmırıq 2-yə. C-ni yazırıq ədata. Üzr istəyirəm. Deməli, B ilə C gedir 2-yə. 1-ə, yəni. Deməli, əşyanın miqdarını bildirir. Bu aiddir saya, yəni 2-yə. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bu aiddir ədata. B-ni yazdıq 1-ə. Leksik mənası var. Bu aiddir. C aiddir saya, yəni 2-yə getməlidir. C-ni yazdıq 2-yə. Yalnız qrammatik mənası var. Bu aiddir ədata, yəni D getdi 1-ə. Cümlədə üzvləri arasında əlaqə yaradır. Bu heç birisinə aid deyil. Deməli, 1-ə B, D, 2-yə A, C. O da E variantında öz əksini tapıb. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Sıxlıq sözü sıx sifətindən yaranmış isimdir. Çıxdı burada. Güllü sözü gül isimindən yaranmış sifətdir. B də çıxır. Zarafatçıl, zarafat isimindən yaranıb. E də çıxır. Qırğın isə isimdir. Ümumiyyətlə, bu şərtimiz ödəmir. Sürdən sürüş, sürüşdən sürüşkən. Sürüşmək feilindən sürüşkən sifəti yaranıb. Cavab olur A variantı. 32-də hansı sıradakı feillərdən biri idi, digər isə hissəcəyi sözü ilə işlənmişdir?
Çıxdı sözündə bu ümumiyyətlə d-dan sa'dan əvvəlki hissəni maqməşlə işlədə bilirəmsə, deməli o d zamandır, sa şərt şəkilsidir. İşlədə bilmirəmsə, deməli isədir. Baxın C variantına baxın. Aparılmışmaq deyə bilmirəm. Deməli bu d ididir. Alıbmaq da deyə bilmirəm. Deməli sa isəymiş. Amma çıxmaq deyə bilirəm. Deməli bu d zamandır, idi deyil, açıqdır. Sonra gətirmək deyə bilirəm. Deməli burada sa şərt imiş. E də çıxdı. Dayanacaqmaq deyə bilmirəm. Burada ididir. Amma almaq deyə bilirəm. Burada sa şərtdir. Sonra gətirdim. Gətirmək deyə bilirəm. Deməli bu zamandır. Cavab oldu C variantı. Sonra növbəti suala baxırıq. Sadə cümləni müəyyən. Ətrafa baxdım. Mən heç kəs görünmürdü. Görünmürdü kim? Heç kəs. Bunun hər birinin ayrı-ayrı belə deyək, xəbərləri ayrı-ayrı mübtədalara aiddir. Ona görə A variantı mürəkkəb cümlədir. Külək keçiddə güclənir. Güclənir nə? Külək. Yağış dayanmadan yağırdı. Yağırdı nə? Yağış. Hər birinin mübtəda xəbəri var. Deməli mürəkkəb cümlədir. Gülnar həyəti süpürdü. Süpürdü. Kim? Gülnar. Samovara ot saldı. Saldı kim? Gülnar. Burada hər iki xəbər eyni mübtədaya aid olduğu üçün bu həmcins xəbərli sadə cümlədir. Cavab olur C variantı. Külək güclənir. Güclənir nə? Külək. Limandakı gəmilər yığanır. Yığanardı nə? Gəmilər. Bunun da ayrı-ayrı mübtəda xəbəri olduğu üçün mürəkkəbdir. Soruşdum. Mən. Cavab vermədi o. Bu xəbərlər ayrı-ayrı şəxslərə aiddir. Bu da mürəkkəb cümlədir. 34-ə baxırıq. Frazoloji birləşmənin müəyyəni. Göz yəlləsinə sıxmaq frazolojidir. Çəkiz vurmaq isə frazoloji deyil. Divarları ağartmaq frazoloji deyil. Ağzına su almaq frazolojidir. Sandığı qıfıllamaq isə həqiqi mənadadır. Frazoloji deyil. İşə düşmək frazolojidir. Stulları aşırmaq isə həqiqi mənadadır. Frazoloji deyil. Üz vermək frazoloji birləşmədir. Dabanına tüpürmək bu da frazolojidir. Cavab olur E variantı. Balaca yaman dəcəldir. Dəcəldir kim? Balaca. Burada deyir mübtəda nə ilə ifadə olunub? Balaca isimləşmiş sifətlə ifadə olunub. Cavab olur E variantı. Verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Kainatın yaranması, vergül, quruluşu, vergül, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, vergül, bütün təbiət elmlərinin əsas problemidir. 3 vergül. Cavab olur B variantı. Bu qədər mətn suallarında izahı kanalda paylaşılacaq.